azadarlıq hansı formada keçirilməlidir? Bizə din bu barədə konkret bir göstəriş vermir. Hər bir xalq öz mədəniyyətinə uyğun şəkildə əzadarlıq mərasimləri keçirir. Məsələn, İraqda mən görmüşəm, insanlar torpaq çəkir alnına, paltarına. Bu bizdə biraz normal qəbul olunmaz bu. Yəni, Azərbaycan xalqı da əsasən ənənəvi bizdə klassik şairlərimizin, klassiklərimizin mərsiyələri oxunur və sinə vurma şəklində bu qeyd olunur. Yəni, hər bir xalq öz mənəvi dəyərlərinə qatılır. Öz mədəni, mənəvi dəyərlərinə uyğun və bunun lap teatrlaşmasında da bir qəbahət görmürəm. İstənilən bir faciənin hansısa bir ayin halında təcəssüs. Məsələn, yuğlama türklərdə olub, yəni yuğ mərasimləri olub, sonra indi hal-hazırda yuğ teatrı da var Azərbaycanda məlum olduğu kimi. Yəni yuğ özü bir ənənədir. Eyni zamanda da əzadarlıq ənənəsi. Yəni burada ifrata varmamaq şərti ilə. Məsələn, mən həmişə baş yarmanın, qan tökmənin, hansısa bir ifrat hərəkətlərin əleyhinə olmuşam. Ümumiyyətlə, bilirsiniz, bayaq qeyd etdiyim kimi, bəzi insanlar dindən emosiya hissəsini çıxır, ancaq sərt ehkamçılıq qalır. Bəzi insanlar emosiyaya söykənir, rasional düşüncəni kənara qoyur. Hər ikisi ifratdır. Yəni, bir insan emosional bir yanaşma sərgilirsə, amma ağıldan uzaq yanaşmadırsa, rasionallıqdan uzaq yanaşmadırsa, gülünc səhnələr, ifrat meydana çıxır. Eyni zamanda bəzi cərəyanlar var ki, hissi emosiyanı tam inkar edir və sərt ehkamçı və radikal cərəyanlar belə meydana gəlir. Biz əslində əzadarlıq bizim üstünlüyümüzdür. Mən hesab edirəm ki, biz üstünlüyümüzü zəiflik kimi qəbul etməməliyik. Azərbaycanda fəxr etdiyimiz bu tolerant mühit, Azərbaycanda fəxr etdiyimiz bu dözümlülüyün amillərindən biri də İmam Hüseyn məhəbbəti də hesab edirəm. Dinə məhz məhəbbət və mərhəmət yönündən yanaşmaqdır. Bir millət əgər 1000 il bundan qabaq baş vermiş bir zorakılığa bugün də etiraz edirsə, o zorakılıq etməz. O din adı ilə baş kəsməz. Ona görə də əslində bu ənənələrin Azərbaycanda yaşaması radikal cərəyanların qarşısını alan əsas amillərdən biridir, hesab edirəm. Və əzadarlıq zamanı da bu məsələlər nəzərə alınmalıdır. İfrata aparıb çıxaran, İmam Hüseynin Kərbəla hadisəsinin, şəxsiyyətinin ümumiyyətlə mahiyyətinə kölgə salan, onun hadisənin mahiyyətini cılızlaşdıran hərəkətlərdən, sözlərdən çəkinmək lazımdır. Bəli, bu məsələdə xurafatla mübarizə aparılmalıdır, düşünürəm.